Salam dostlar, Ayvazoğlu TV efirdə sizinlə mən Şahəddin İlxan Mailoğlu'dur. Bugün də yenə canlı yayımımızda köhnə quldurlardan danışacağıq. Bayaq dünən dediyim kimi bu Heydər Əliyevin ömrünün sonlarına yaxın bir lenti var idi. Səhərdən axşama kimi TikTokda, Facebookda, nə bilim, müxtəlif sosial şəbəkələrdə paylaşırlar. Bu gəzir, əli ilə belə eləyir. Ki, arxa planda da əl çalırlar, ay alqışlayırlar falan. Bu da canlı hərri ilə. İnanın, sadəcə dəhşət. Baxın, o yanındakı özü fikir verin, can verir. Yanındakı onun quldurlara bax, fikir verin, görün nə qədər bax. Havayı müftəyən, bu xalqın, bu millətin malını talayan adam, öz xalqını, öz ölkəsini, öz deyək ki, insanını sevən insan, insanların da onu sevdiyi bir adam üçün bu boyda dələduzun nəyə lazımdır onun ətrafında gəzməsi, mən heç cür bunu anlaya bilmirəm. Bax, ona görə deyirlər dostlar, özün seçdiyin prezident o məşhur bir, o dediyim kimi Ağzı kənddə o 86 yaşlı kişinin o dediyi kimi özününki ayrı şeydə var. İndi baxın, sadəcə olaraq buna bax, canınız oradan hərləyir. Bu adam dövlət idarə edəndir və indi dəhşətə bax, bizim faciəmizə baxın dostlar. İndi biz bundan ümummilli lider düzəltmək istəyirik bu dələduzdan. Sovetlərin vaxtındakı necə ki, Azərbaycan xalqına, Azərbaycan millətinə güllə atan, onu qıran, onun deyək ki, genosid hazırlayan, onların haqqında deyək ki, terror edən insanların hamısı Fəxri Xiyabandadır və bugün də həmən Heydər Əliyev də aparıb onların başında dəfn ediblər və hamını aparıb onlara baş əydir.